vaxt gələcək, o qədər belə əməliyyatlar olacaq ki, nəinki 2030-cu il və digər illərdə. Artıq insanlar yaşlandıqca onun fəsadları ortaya çıxacaq, belə düşünürəm. Müraciət edəcəklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bizə qrup vermirlər, biz xəstəyik, beləyik, eləyik. Belə adamlara qrup düşür. Sabah birinin dodağı çürüyüb düşəcək, birinin burnu qırılıb düşəcək, birinin arxası, qabağı, nə bilim. Onda biz bu dövlətdən nə istəyirik, bizim qrupumuzu versin, biz müraciət edirik, nə bilim, prezident aparır. Sizinkidən elə qrupunuzu sizin verməsələr yaxşıdır da. Elə ölüb geçsə siz hamısına yaxşı olar. Biabırçı video. Yeganə ölkəyi ki, bəlkə də indi ölkələri olmamışam deyim ki, belə. Yəni, televiziyada baxanda, sosial şəbəkədə görəndə Azərbaycan biabırçı bir viddədir. Özlərini nə hala salır.